Salam əziz şagirdlər, bugünkü dərsimizdə sınaq 15-in cavablarına baxacaq inşallah. Birinci sualdan başlayaq. Qədim Azərbaycan dövləti malına eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yaranmışdı. Xeyr, birinci yarısında yaranıb. Urmiya gölünün şimalında yox, Urmiya gölünün ətrafında yaranmışdı. Azərbaycanın şimal torpaqlarında yaranan ilk dövlət idi. Xeyr, cənubunda yaranan ilk dövlət idi. Vilayət hakimlərinin üsyanları nəticəsində daha da güclənmişdi. Xeyr, zəifliyirdi. Urartu və Aşur dövləti ilə həmsərhəd olmuşdu. Doğru cavab yedir. Manna mövzusuna baxsanız, orada xəritə var. Xəritədə Manna dövlətinin ətrafında olan dövlətlərdən Urartu və Aşur dövlətini görmək mümkündür. İkinci sual, daha sonra baş vermiş hadisəni müəyyənləşdirin. Ovçuluğun insanların həyatında mühüm yer tutması ox və kamal görədir. Bu daş dövrünün ortalarıdır. İnsanların əkinçiliklə məşğul olmağa başlaması, bu da daş dövrünün ortalarıdır. Dəmirin aşkar edilməsi bu Tunc dövrünün sonlarıdır. İnsanların üzümçülüklə məşğul olmağa başlaması bu Tunc dövrünün ortalarıdır. Xışdan istifadənin başlaması bu da Tunc dövrünün əvvəlləridir. Ona görə də biz burada ən son məntiqlə Tunc dövrünün sonunda olan dəmirin aşkar edilməsini götürməliyik. Doğru cavab C olur. Üçüncü sual. Deməli, verilmiş fikirlərdən neçəsi Tunc dövründə baş verib? İnsanların ox və kamanını ixtira etməsi, bu daş dövrüdür. Xeyr. Ağacdan, sümükdən əmək alətlərinin hazırlanması. Bəli, Tunc dövründə ağacdan da, sümükdən də əmək alətləri hazırlanma ehtimalı var. Ona görə bu ola bilər. İnsanların balıqçılıqla məşğul olması. Bəli, təbii ki, insanlar balıqçılıqla məşğul olmağa daş dövründə başlayıb, amma Tunc dövründə də məşğul ola bilər. Problem yoxdur. Oxucluqların hazırlanması, yenə də ola bilər ki, oxucluqları deməli hazırlansın və əkinçilik meydana gəlməsi bu səhvdir. Niyə? Çünki o daş dövründə baş verib. Ona görə burada 3 dənə doğru cavab var. Doğru cavab B-dir. Dördüncü sual Albaniya dövlətinə aiddir. Xarici siyasətini soruşur. İberiya ilə qonşuluq münasibətləri var. Qonşuluq münasibətləri ərəblərlə mübarizə aparıb, doğru. Maldarlığın yaxşı inkişafı bu olub, amma bu daxili siyasətdir. Əhalinin yerli pullardan istifadəsi daxili siyasətdir. Qəbələnin paytaxt olması daxilidir. Yazı mədəniyyətinin olması daxilidir. Roma təhlükəsinə qarşı müqavimət göstərməsi bu getməlidir bura. Deməli, D cavabı doğru cavabdır. 5-ci suala baxırıq. 5-ci sual. Deməli, Albaniya ilə həmsərhəd idi. Bu dövlətlərin içərisində İberiyada, Ərəb xilafəti də Albaniya ilə həmsərhəd ola bilər. Deməli, bir olanları nöqtə vuraq. Sonra Mərkəzi Asiyada yaranmışdı. Bunların içərisində Mərkəzi Asiyada yaranan dövlət ümumiyyətlə yoxdur. Azərbaycanın şimal torpaqlarında dövlətçiliyə son qoymuşdu. Bu ərəblərdir. Albaniya dövlətinin varlığına son qoyub. Ona görə də 3% ərəblərə aiddir. Və Urmiya göl ətrafında yaranmışdı. Bu da Manna dövlətinə aiddir 4. Ona görə də görürsünüz nöqtələrdən də deməli burada doğru cavab yedir. 6-cı sual. Aşağıda verilmiş ifadələrdən neçəsi qədim Atropatena dövlətinə aiddir? Eradan əvvəl 1-ci minilliyin birinci yarısında süquta uğramışdı. Xeyr. Ümumiyyətlə özü ikinci yarısında yaranıb. Azərbaycan qədim dövləti idi. Xeyr. Ən qədim dövlətimiz Mannadır. Roma dövlətinə qarşı mübarizə aparmışdı. Bəli, biri budur. Şimalda Albaniya ilə həmsərhəd olmuşdu. Doğru. Bütün Azərbaycanı əhatə edə bilməz. 3-4, yəni deməli 2 dənə doğru var. Bu da D cavab edir. Deməli, 7-ci suala baxırıq. Atropatın fəaliyyətinə aid deyil. Atropat, daha sonra Atropatena dövlətinin qurucusu sayılan hökmdar. Daha öncə Atropat bilirik ki, hakim olub. Hakim Atropat, hökmdar Atropat qarışdırmamaq lazımdır. Romalıların işğalçı siyasətinə qarşı mübarizə aparan ümumiyyətlə Atropat deyil. Ondan sonra gələn hökmdarlardan biridir. Azərbaycanın Araz çayının cənubdakı torpaqlarının hakimiyyət altına alınması bu aiddir. Zaten tapdıq cavabı Romalıların işğalçı siyasətinə qarşı mübarizə aparmaq, çünki bizə aid olmayan istəyir. Elə doğru cavab A-dır. Amma digər ifadələr ona aiddir. Yəni Arazdan cənubdakı torpaqlarımızı hakimiyyət altına alıb, yeni dövlət yaradıb, 1-ci milliyin ikinci yarısında eradan əvvəl hakimiyyətdə olub, İskəndərə qarşı mübarizə aparıb. Dolayısıyla olmayan cavab, ona aid olmayan ifadə A-dır. 8-ci sual, orta əsrlərdə paytaxt olmamışdı. Bərdə 5-ci əsrdən paytaxt olub, Naxçıvan 12-ci əsrdən paytaxt olub, İzirtu eradan əvvəl 9-cu əsrdə paytaxt olub, Qəbələ
eradan əvvəl 4-cü əsrdən paytaxt olub. Ərdəbil yəni 9-10-cu əsrdə təxmini yazıram. Niyə? Çünki Sazilərin ikinci paytaxtı olub. Lənkəran təbii ki, Lənkəran xanlığının paytaxtı olub. Ona qədər heç bir xanlığın, heç bir dövlətin paytaxtı olmadığına görə onu da 18-ci əsr götürürük. Və biz bilirik ki, orta əsrlərdə paytaxt olmamışdır. Deməli, orta əsrlər 3-cü, 17-ci əsrləri əgər nəzərdə tutuluqsa, deməli, burada Bərdə olub, Naxçıvan olub, Qəbələ 4-cü əsrdə eradan əvvəl paytaxt olsa da, 5-ci əsrə qədər paytaxt olub, yəni Bərdə olana qədər, o da deməli orta əsrdə paytaxt olub. Burada paytaxt olmayan 3 şəhər var qədim dövrdə. Bir də Ərdəbildə olub təbii ki. 2 şəhər var olmayan, 3 və 6 C cavabı. Çünki 18-ci əsr artıq yeni dövrdür. İzirtuda qədim dövrdə paytaxt olub, ona görə 3-6 doğru cavab. 9-cu sual. Şirvanşahlar dövləti 9-cu əsrin sonlarında Şirvanşahlar dövlətinin cənub qonşusu olmuşdu. Təbii ki, Sacilər dövləti. Çünki hər ikisi 9-cu əsrdə yaranıb xilafətin zəifləməsi nəticəsində. 10-cu sual Fəzlullah Rəşidəddinə aiddir. Təbrizdə ali təhsil verən mədrəsəsinin əsasını qoymuşdu. Rəbi Rəşidi məhəlləsində olan mədrəsədən gedib söhbət və yaxud Təbriz mədrəsəsi deyirik və Elxanilərin dövrünə aid olan o Fəzlullaha aid bir şeydir, hadisədir. İntibat dövründə ola bilməz, çünki intibat dövrü 12-ci əsr daxildir. Fəzlullah Rəşidəddin isə 13-14-də yaşayıb. Eldənizlərin yox, Elxanilərin hökmdarın vəziri olub. Əsasən Şamaxı Bakıda yox, əsasən Təbrizdə fəaliyyət göstərib. Ümumiyyətlə Cənubda fəaliyyət göstərib. Göy cisimlərin haqqında elmin əsasını qoymayıb. Bu elmlə məşğul olanda Nəsrəddin Tusi olub, qarışdırmamaq lazımdır. 14-cü suala baxırıq. Deməli, Səfəvilər dövlətinə aid deyil. Osmanlı dövləti məğlub olaraq süquta uğraması əlbəttə ki, yox. Çünki Səfəvilər qurultay nəticəsində süquta uğrayıb. Cənubda Şirvanşahlarla həmsərhəd olması xeyr, şimalda bir müddət olub, bu da olmaz. İstiqamət səhv göstərilib. 18-ci yüzillikdə mövcud olması mövcud olub. Yəni, aid olmayan istədiyinə görə təzədən bir daha deyirik. Deməli, aid olmayıbsa bu 2, 3 aiddir. Uğurlu döyüşdən sonra əsası qoyulub aiddir. Osmanlı ilə həmsərhəd olub aiddir. Deməli, 1 ilə 2 aid deyil. Ona görə doğru cavab C-dir. 12-ci suala baxırıq. Şirvanşahlar və Eldənizlər dövlətinə aid oxşar cəhət deyil. Deməli, burada 5 ifadədən 4-ü oxşar, 1-i oxşar deyil. Ağqoyunlu dövləti ilə müttəfiq olmaq Şirvanşahlar olub, Eldənizlər olmayıb, elə doğru cavab budur. Qalanları oxşardır. Yəni, Dərbəndə öz tərkibini ikisi də birləşdirib, 12-ci əsrdə ikisi də mövcud olub, xarici hücumlara qarşı ikisi də mübarizə aparıb, intibah mədəniyyəti dövründə, yəni 11-12-ci əsrdə ikisi də mövcud olub. Davam edirik. 13-cü suala baxırıq. Ağqoyunlu Səfəvilər dövlətlərindən heç birinə aid deyil. Şirvanşahlar dövləti ilə həmsərhəd olmaq hər ikisinə aiddir. 16-cı yüzillikdə yaranmaq Səfəvilər dövlətinə aiddir. Kürdən şimaldakı torpaqlara əhatə etməsi, yəni Səfəvilər Azərbaycanı birləşdirdiyinə görə fərqi yoxdur. Bütün istiqamətlərdə Azərbaycan torpaqlarını əhatə edib. Bunu da çıxırıq. Osmanlı dövləti ilə həmsərhəd olub, hər ikisi həmsərhəd olub. Azərbaycan tarixində ilk dəfə ölkə torpaqlarını birləşdirib. Bu sizi yanıltmasın. İlk dəfə olduğuna görə bu Sacilərdir. Və ona görə də Y cavabı heç birinə aid deyil. Gəldik 14-cü suala. Deməli, xronoloji ardıcılıq istəyir bizdən. Xürrəmlər hərəkatının yatırılması 9-cu əsr, 837-ci il deyəlim ki, xilafətin ilk hücumları 7-ci əsr, Şamaxının Şirvanşahların paytaxtına çevrilməsi, o da 9-cu əsr kimi götürsək. Niyə? Çünki 9-cu əsrdə yaranıb Şirvanşahlar. Düzdür, bizim kitabımızda yoxdur Şamaxı nə vaxt paytaxt olub. Şamaxı 10-cu əsrdə paytaxt olub. Düzdür, kitabımızda yoxdur. Amma yenə də ən azından Şirvanşahlar Xürrəmlər hərəkatı yatırılandan sonra yaranıb. Ona görə də buradakı ardıcıllıq 2, 1, 3 olmalıdır. C cavabı. 15-ci sual maraqlı sualdır. Deməli, aşağıdakı hökmdarların heç birinə aid olmayan ifadəni tapın. Qızıl Arslan, Uzun Həsən, Şah İsmail və Nadir Şah. Azərbaycanın şimal torpaqlarında şah elan edilməsi, bu Nadir Şahdır. Hakimiyyəti dövründə dövlətin daha da qüvvətlənməsi, bu Qızıl Arslandır. Osmanlı dövlətinə qarşı mübarizə aparması, bu Uzun Həsən də aparıb, Şah İsmail də aparıb, hətta Nadir Şah da aparıb. Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirməyə çalışması, bu deməli Uzun Həsən də çalışıb, Şah İsmail də çalışıb. Nadir Şahın Qızıl Arslana ehtiyac yoxdur.
Deməli, Azərbaycanda ilk xanlığın qurucusu olması, bəli, doğru cavab budur. Bunların heç biri xan deyil, hökmdardılar düzdür, amma heç biri xan olmayıb. Azərbaycanda ilk xanlığın qurucusu, bilməyənlər bilsin ki, Hacı Çələbi xandır. Davam edirik, 16-cı sual. Hansı şəhərə aid ifadə verilməmişdir? Deməli, hansı şəhərə aid ifadə verilməmişdir? Burada deməli, bir Şəki şəhəridir. 3 Qəbələdir. 5 Bakıdır. 2 Ərdəbildir. Və 4 Naxçıvandır. Deməli, Qız qalası, bildiyimiz Qız qalası Bakıda yerləşir. Bunu çıxırıq. Deməli, Qız qalası tək Bakıda yox, İsmayıllı və Yardımlıda da yerləşir. Bunu da unutmayaq. Hətta Pəri qalası da Qız qalası sayılır, Zaqatalada olan yeri gəlmişkən. Sonra Möminə Xatun türbəsi Naxçıvanda yerləşir. Bunu da çıxırıq. Xan sarayı, Şəki Xan sarayını nəzərdə tuturuq. Bu da Şəkidə yerləşir. Şeyx Səfi türbəsi və ya məqbərəsi, o da Ərdəbildə yerləşir. Şeyx Səfiyyəddin ilk dəfə orada dəfn olunub ona görə. Oradan bilmək olar. Və burada nə qalır? 3 Qəbələ. Qəbələ aid burada abidə yoxdur. 3 nədir burada? 3 C cavabıdır. Gəldik 17-yə. Deməli, Xürrəmlər hərəkatına aid deyil. Xilafət ordularının məğlub edilməsi aiddir. Varlı təbəqələrin də hərəkata qoşulması, bəli, bütün təbəqələrdən qoşulmuşdur. Əsasən İslam dininə qarşı vuruşmaları, deməli, xeyr, ola bilməz. İslama qarşı vuruşmayıblar, Ərəb xilafətinə, zülmünə qarşı vuruşublar. Və Ərəb xilafətinin süqutu uğratmaları, təbii ki, bu da yanlışdır. Çünki Xürrəmlər hərəkatı amansızlıqla yatırılmışdır. 3-4, doğru cavab D olur. 18-ci sual, deməli, burada daha əvvəl olan hadisəni soruşur. Azərbaycanın Monqol mənşəli Hülakülər dövlətin tərkibində olması 13-14-cü əsrdir. Qazakada məbədin tikilməsi, bu təxmin edirik ki, eradan əvvəl 4-cü əsrdir. Albaniya dövlətinin süqutu 8-ci əsrdir. Ərdəbil hakimliyinin yaranması 13-cü əsrdir. Bərdənin paytaxt şəhərə çevrilməsi 5-ci əsrdir. Deməli, burada daha əvvəl Qazaka məbədinin tikilməsidir. Doğru cavab B. 19-cu suala gəlirik. 19-cu sualda hadisə nəticə əlaqələrini soruşur və Babəkin Xürrəmlərin rəhbərli olması xilafətin süquta uğraması ilə nəticələndimi? Əlbəttə ki, xeyr, Babək özü edam edildi. İslam dininin yayılması nəticəsində Azərbaycanda din birliyi yarandı mı? Əlbəttə, bu doğru cavabdır. Dədə Qorqud dastanının yazıya alınması, yazılı tarixi mənbələrin yaranmasına səbəb oldu mu? Əlbəttə xeyr, çünki Dədə Qorqud dastan olduğu üçün bu özü şifahi bir mənbədir. Albaniya dövlətinin yaranması nəticəsində şimaldan gələn hücumlara qarşı mübarizəmiz asanlaşdı mı? Bəli, bu doğru cavabdır. Ona görə də 2-4, 2-4-ə baxırıq. 2-4 B cavabıdır. 2-4 B cavabıdır. Bir dəqiqə. 2-4 B cavabıdır. Burada B doğru cavab. 20-ci sual. Aşağıda neçənci əsrə aid hadisə verilməyib? Şirvanşahlar Səlcuq dövlətindən asala düşməsi bu 11-ci əsrdir. Dərbəndin Çar Rusiyasının işğalına məruz qalması bu 19-cu əsrdir. Ərəb-Xəzər müharibələrinin başlaması bu 7-ci əsrdir. Yeni Azərbaycan dövlətinin yaranması 9-cu əsrdə bilirsiniz ki, həm Sacilər, həm Şirvanşahlar yaranıb. Bunlar Azərbaycanda yeni dövlət sayılır. Bunu da çıxırıq. 8-ci əsrə aid hadisə verilməyib, yəni doğru cavab D-dir. 21-ci suala baxırıq. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin heç birinə aid deyil. Heç birinə aid deyil. Oğuz türklərinin qurduğu dövlət idi. Hər ikisi. Paytaxtı Təbriz idi. Hər ikisi. Əsasən cənub torpaqlarını əhatə edirdi. Hər ikisi. Orta əsrlərdə süqut etmişdi. Hər ikisi daha əvvəl Mərkəzi Asiyada bəylik yaratmışdı. Yanlış. Mərkəzi Asiyada yox, Kiçik Asiyada bəylik yaradıblar. Mərkəzi Asiya Xəzər dənizindən şərqdə yerləşən bir ərazidir. Kiçik Asiya isə qərbdə yerləşən, indiki Anadolu, Türkiyə ərazisi nəzərdə tuturaq. Ona görə də burada ifadə yanlış verilib. Mərkəzi yox, Kiçik Asiyada yaradıb onlar ilk bəyliklərini. Diqqətli olmaq lazımdır. 22-ci sual. Şah İsmailin xarici siyasəti. Xarici siyasətini darıyalaq. Avropa ölkələri ilə əlaqələrin saxlanılması, bəli. Çaldıran döyüşünün baş verməsi doğru. Xəzər sahili torpaqların Rusiya işğalının azad edilməsi xeyr. Bu 18-ci əsrdə baş verib. Şah İsmailə aidiyyəti yoxdur. Azərbaycan dövlətli səviyyəsinə qaldırıb, amma bu daxili siyasətdir. Bayandurlu qoşununu məğlub edib Təbriz tutub, amma bu şah olmadan öncədir. Bu hadisəyə biz nə deyirik? Təbriz tutulan zaman İsmail hələ şah deyil idi. Ona görə də doğru ifadə deyil. 1, 2 doğru cavabdır.
Növbəti açıq sualımız deməli belədir. Növbəti açıq sualımız aşağıdakı verilmiş fikirlərin aid olduğu dövlətləri müəyyən edin. Cavabları rəqəmlər arasında boşluq buraxmadan və vergül işarəsi qoymadan qeyd etmək lazımdır. Orta əsrlərdə mövcud olmuşdu, paytaxtı Kür və Araz çayları arasında yerləşir. Deməli uşaqlar, burada orta əsrdə mövcud olmuşdu. Bu dövlətlərimizin hamısı demək olar ki, Atropatenanın çıxmaq şərti ilə hamısı orta əsrlərdə mövcud olub. Atropatena zaten Araz çayından cənubdadır, paytaxtı. Onun üstündə bunu çıxırıq. Digər dövlətlərimiz orta əsrdə mövcud olub. Sadəcə bizə qalır paytaxtını bilmək ki, Kür-Araz çayı arasında hansının paytaxtı ola bilər? Şirvanşahlar ola bilməz. Niyə? Çünki Şirvanşahların paytaxtı Kürdən şimalda olub. Ona görə bunu da çıxırıq. Albaniyanın paytaxtı ola bilər. Bərdə, ikinci paytaxtı olan Bərdə Kür-Araz çayı arasında yerləşir. Deməli, biri 3-dür. Bayandurlunun paytaxtı Təbrizdir. Ola bilməz. Çünki Təbriz Arazdan cənubdadır. Və Atabəyləri də götürə bilərik. 5, bəli, 3-5 doğru cavabdır. Çünki Atabəylərin ilk paytaxtı Naxçıvan, o da məhz Kür və Araz çayları arasında yerləşir. Doğru cavab 3-5. 24-cü suala baxırıq. Nadir Şaha aid deyil. Aid deyil. Hakimiyyətini qəbul etmək istəməyən Qarabağ xanlığını qarşı mübarizə aparmaq. Bilmək lazımdır ki, xanlıq olduğuna görə Nadir Şahın dövründə yalnız Şəki xanlığının adı çəkilə bilər. Ona görə də bu aid deyil. Bütün dövlət vəzifələrini ləğv etməsi, bütün olduğuna görə bu da aid deyil. Çünki o bəzi dövlət vəzifələrini ləğv etmişdi. Bütün dövlət vəzifələrini ləğv etsə, təbii ki, o dövlət idarə edə bilməzdi tək başına. Xəzər dənizində hərbi donanma yaratmağa çalışması, bəli, çalışıb. Səfəvilər dövlətinin son hökmdarı olmayıb. Onun öz dövləti var, Əfşarlar dövləti. Çünki o Əfşarlar nəslindəndir. Hindistana yürüş etməsi, bəli, Hindistana yürüş edib. Deməli, bunu da çıxırıq. Ona görə burada doğru cavab 1, 2 və 4'dür. Və gəldik nəhayət sonuncu sualımıza, uyğunluq sualı. Uyğunluğu müəyyən edirik. Burada deməli, Venn diaqramı iki şəklində verilib. Şəmsəddin Eldəniz və Uzun Həsəndən gedir söhbət. Deməli, bir sıra şərq ölkələrini tabe etmişdi. Hər ikisi tabe etmişdi. Bunu yazırıq büçəyə, ortaya. Səfəvilər dövləti ilə mübarizə aparmışdı. Bu heç biri. Çünki Uzun Həsən öləndən sonra Səfəvilər dövləti yaranıb. Yəni heç bir aidiyyəti yoxdur. Padşah titulu daşıyırdı. Bu bilirik ki, Uzun Həsənə aiddir və Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarının öz dövlətinin tərkibinə daxil etmişdi. Bu da Şirvanşahlar özündən hala salan Eldənizə aiddir. D-də bura yazılır. 1D, 2C, 3A. Beləliklə, uşaqlar, bugünkü dərsimizdə başa çatmışdır. Növbəti dərslərimizdə görüşənə qədər salamat qalın.